İranın cənub-şərqində yerləşən liman şəhəri Cəbahara raket zərbəsi endirilib. Hadisə nəticəsində baş verən dağıntılar və xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Bölgəyə çox sayda xilas edici və təhlükəsizlik qüvvələri cəlb olunub. Amerika İranda quru əməliyyatı keçirməyi planlaşdırmır. Bunu Amerikanın vitse-prezidenti James Stevens deyib. Əgər İran xalqı hakimiyyəti dəyişmək istəsə, bu onların qərarıdır. Amerika buna görə İrana 150 min hərbiçi göndərməyəcək. Ukraynanın Müdafiə naziri Mikhail Fedorov istifa verib. Bu barədə o özü məlumat verib. Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi, deyə o qeyd edib. Onu bu vəzifədə Daxili İşlər naziri Igor Klimenkonun əvəz edəcəyi gözlənilir. Qeyd edək ki, Fedorov sözgedən vəzifədə 2026-cı ilin yanvar ayından çalışırdı. Ballistik raketlərdən müdafiə imkanlarının artırılması üçün 3 istiqamətdə işləyirik. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, Patriot sistemləri və onlar üçün raketlərin alınması istiqamətində danışıqlar aparılır. İran hazırda Amerika ilə danışıqları davam etdirməyə planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib. Bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib. Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur. Onun sözlərinə görə Amerika öz öhdəliklərini pozsa, İran heç bir razılaşmaya əməl etməyəcək. Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir. Putin tezliklə sülh sazişi bağlamağa hazır olacaq. Bu barədə Donald Trump deyib. Trump hərbi əməliyyatların davam etməsinə baxmayaraq Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda Rusiya-Ukrayna münaqişəsi üzrə sülh sazişi bağlamağa hazır olduğunu düşünür. Ağ Ev rəhbəri həmçinin özünün prezidentlik müddətinin sonu 20 yanvar 2029-cu ilə qədər Ukrayna münaqişəsinin başa çatacağına ümid etdiyini bəyan edib. Bəhreyndə hava həyəcanlı siqnalı işə düşüb. Hakimiyyət orqanları sakinləri təhlükəsiz yerlərdə sığınacaq axtarmağa çağırıb. Bu barədə Bəhreynin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Vətəndaşlardan və yerli sakinlərdən sakit qalmaları və ən yaxın təhlükəsiz yerdə sığınacaq axtarmaları xahiş olunur. Məlumatda qeyd olunub. Amerika Qəşim adasında yerləşən sənaye obyektlərindən birinə hava zərbəsi endirib. İlkin açıqlamada qeyd olunur ki, hücum nəticəsində müəssisənin bir hissəsinə ziyan dəyib. Hələlik dağıntıların miqyası və mümkün itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb. Eyni zamanda İranın Küveyt istiqamətində zərbələr endirdiyi barədə xəbərlər yayılıb. Digər diqqət çəkən hadisə isə İranın cənub-şərqində, Pakistan sərhədinə yaxın yerləşən Rask şəhərində baş verib. Burada baş vermiş güclü partlayışdan sonra xilas etmə və təhlükəsizlik qüvvələri tam hazır vəziyyətə gətirilib. Rask icra hakimiyyəti əhaliyə müraciət edərək sakinləri sakitliyi qorumağa, ayıq sayıq olmağa və hadisə yerinə yaxınlaşmamağa çağırıb. Ermənistan hökuməti Amerika ilə strateji tərəfdaşlıq çərçivəsində Zəngəzur layihəsi ilə bağlı növbəti mühüm addımı atmağa hazırlaşır. Ermənistan hökuməti Amerika ilə strateji tərəfdaşlıq çərçivəsində Zəngəzur layihəsinə dair çərçivə sazişinin ratifikasiyası məsələsini təxirə salınmaz qaydada müzakirə edəcək. Ermənistan mətbuatının məlumatına görə Sənəd Nazirlər Kabinetinin gündəliyinə təxirə salınmaz statusu ilə daxil edilib. Hökumət qanun layihəsini təsdiqləyəcəyi təqdirdə sənəd əvvəlcə Konstitusiya Məhkəməsindən göndəriləcək və onun əsas qanuna uyğunluğu yoxlanılacaq. Daha sonra layihə ratifikasiya üçün parlamentə təqdim olunacaq. Bütün prosedurlar başa çatdıqdan sonra İrəvan Zəngəzur layihəsinin Ermənistan hissəsinin praktiki icrasına başlaya biləcək. Amerika prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatların miqyasının genişləndirilə biləcəyi ilə bağlı növbəti xəbərdarlığını edib. Amerika prezidenti rəsmi Tehranın danışıqlar masasına qayıtmaması halında gələn həftə hədəf növbəsinin körpülərə çatacağını və ölkədə bütün elektrik stansiyalarını sıradan çıxaracaqlarını vurğulayıb. Trump qeyd edib ki, Amerika qüvvələri hər gecə hədəfləri çox sərt şəkildə vurmağa davam edəcək. Əgər Tehran razılaşmaya meyil göstərməsə, gələn həftə onlar üçün çox pis keçəcək. O, enerji infrastrukturunu ən sona saxladığını, lakin nəticədə bu sahələrin də vurulacağını əlavə edib. Rəsmilərə tamamilə məhv olmadan əvvəl tez bir zamanda razılaşma əldə etmələri barədə mesaj göndərib.
göndərdiyini deyən Tramp, mülki əhaliyə zərər verməmək üçün olduqca diqqətli davrandıqlarını iddia edib.